Helal söhbətlər yoxdur. Azərbaycanın güneyində də bu millət var. Dəmir yumruq necə ki Azərbaycanın quzeyində keçərlidir, bu günləri Paşinyan sıçana dönüb. Dəmir yumruq, ordu, millət, mənim o əziz cocuqlarım, Əliyalın dırmaşdılar, demək ki Şuşuya, erməni o yandan gözləydi, atsız, 7 gündən su içmişdilər, nə çörək yemişdilər, mənimkilər, o əziz balalar, dırmaşdılar, sıyırdılar, hamısını qoydular yerlərinə. Bu dəmir yumruq güneydə də keçərlidir. Aynen demək ki, necə mənim əziz balalarım, o xanımlar durmuşdular o 44 günlük savaşda. Cəbrayıl demək ki, o düzəyində deydilər, o da ermənilər təpənin dalısında, ey mənim əziz ordum, ey Azərbaycan, dua eləyirdilər, Allah Azərbaycan ordusuna zəfər ver və hansı yollarla demək ki, kömək eləyirdilər. Azərbaycanda demək ki, gətirdilər, düzdülər oraya, İran adlanan yerdə. Ay ordu gətirmişik, ay filan. Dırmaşdı mənim gəncilikim bozqurt qaldırdı o tankların üstündə. Su üstülə getdilər. Norduza aparırdılar, Rusun silahlarını Norduza. Güneylilər oradan hamısı gördülər, yox, güneydə bərir. Bu gündə o cürdür, qorxuları budur. Neçə gündür mələyirdilər, 12 gündür mələyirdilər. Hardasan Təbriz, niyə gəlməyəcəm? Təbriz dedi, gələrəm. Azərbaycan, amma da o cür gəlməyəcəm. Bu başqa bir şeydir. Bu, Təbrizin, Azərbaycanın senaryosudur. Helənci gələndir. Oğlan ki getmədi Sankt-Peterburqa, oğlan ki getmədi Türkmenistana bu dəfə. Oğlan ki çağırdılar, uçağın vuruşsunlar, oyun qurmuşdular, getmədi Moskvaya. Dedi ki, day bu dəfə bu Azərbaycan dövləti var məsələsi. Bu senaryo Azərbaycanların, Türklərin senaryosu. Biz Türkiyə erasını gedirik o tərəfə. Rus da bundan qorxur, bölgədə qorxurlar. Amerikalılar, Avropalılar istəyirlər ki, demək ədalət görərlər. Bu 300 milyon Türkün də varlığını, dövlətlərini, hər şey, yer altı, yer üstü nəyi var, qəbul etməlidirlər. Yoxsa mən atlanacağım, yuxarıdan keçəcəyəm, 40 milyon Türkü burada görməyəcəm, yox. O dövr da o dövrdür. Təşəkkür ederim. Salam, hər vaxtınız xeyir olsun. Prime TV-nin əziz izləyiciləri, sizi Qırmızı Masanın axşam buraxılışından salamlayırıq. Bugün yanvar ayının 9-u 2026-cı ildir. Studiyada moderator mənəm Aygün Muradxanlı və öncədən anons etdiyimiz kimi hörmətli Əjdər Tağızadə, Güney Azərbaycan Türk Birliyinin başqanı bizə az sonra qoşulacaq və bütün Azərbaycan gündəminin müzakirəsini biz onunla bərabər aparacağıq. Əziz dostlar, sizdən xahişimiz oldu ki, proqramı bəyənin, paylaşın, auditoriyamızın geniş olmasına siz də dəstək verin. Həqiqətən bugün İran içərisində baş verən hadisələr, hörmətli Əjdər bəyin dediyi kimi, İran adlanan ölkədə baş verənlər bizim milli məsələdə çox ciddi həssasiyyətimizi təşkil edir və yəqin ki, millətimiz bugün üçün, bu çağ üçün, bu zaman üçün ən doğru, ən düzgün qərarı verəcək. Molla rejimi bu dəfə mi devriləcək, yoxsa Molla rejimi hələ yenə öz gücündən istifadə edərək iqtidarda qalacaq? Bunu demək bu dəqiqə çox çətindir. Niyə? Çünki İran həqiqətən proqnozlara yatmayan ölkədir. Amma bilinən odur ki, Molla rejimi artıq son gücünü sərf etməkdədir, son çağını yaşamaqdadır. Hörmətli Əjdər bəylə, əziz dostlar, biz bu haqda dəfələrlə bizim Turan Masası proqramında, Qırmızı Masa proqramında, Milli Fikir platformasında dəfələrlə söhbət eləmişik və o hər zaman bu fikri müdafiə edib ki, heç bir halda İran bu halıyla artıq 21-ci əsrin böyük bir ölkəsi kimi var ola bilməz, o mütləq bir transformasiyadan keçməlidir. O transformasiya bizim üçün hansı perspektivlər açır? Türk milləti üçün, hörmətli Əjdər bəylə, bu haqda danışacağıq. Əziz dostlar, bir daha xahiş edirəm, yeni qoşulanları salamlayaraq proqramı bəyənin, paylaşın, auditoriyamızın geniş olması siz də dəstək verin, özəlliklə abunə olun. Bunu mən həm də güneyli bacı qardaşlarımızdan istəyirəm. Niyə? Çünki biz bu proqramlarda faktiki olaraq Azərbaycan məsələsini hər zaman bütöv qoyuruq. Çünki Azərbaycanın yarısını müzakirə etmək, Azərbaycan perspektivlərini yarıdan da az qiymətləndirmək deməkdir. Biz bunun bilincindəyik. Belə, əziz dostlar, biz söhbətə başlayaq. Siz də yavaş-yavaş bəyənin. Əjdər bəy, axşamınız xeyir olsun, xoş gəlmişsiniz yayınımıza. Hoş bulduq xanəfəndim, təşəkkür edirəm, dəvətə görə minnətdaram. Biz təşəkkür edirik. Millətini salamlayıram. Sizin də simanızda əziz cumhuriyyətimizi, əziz Azərbaycanımızı, dövlətimizi, milli rəmzilərimizi, bayrağımızı salamlayıram. Dövran bizim dövran devrdə demək ki, Türk devridir, Türk erası. Buyuruz xanəfəndim.
İnşallah, inşallah. Təşəkkür edirəm Əjdər bəy dəvətimizi qəbul etdiyiniz üçün. Mən bilirəm ki, siz İranda baş verən hadisələri addım-addım izləyirsiniz. Təkcə Güney içərisində baş verən proseslər deyil, eyni zamanda iqtidar içərisində baş verənləri, eləcə də bölgədə baş verənləri, bugün Suriyada, İraqda yaşanan gərginliyi, onun İrana təsirini, bizim milli hərəkatda yaratdığı imkanları hamısını çox gözəl izləyirsiniz. Mən istəyirdim ki, Əjdər bəy, birinci sizdən soruşum, nə baş verir İranda? İran adlanan yerdə özellikle bu son 13 gün, 14 günə keçdi. 14 gün içində görürsünüz ki, indi üzr istəyirəm, bəzi vaxtlar mən kələməsində işlədəcəyəm. Mən də 45 sənə bundan öncə İran adlanan yerdə sonuncu inqilabda iştirak eləmişəm. Heç vaxtda peşman deyirəm. Çoxları indi peşman olub. Pəhləvi sülaləsinə qarşı özdə deyirəm. Məsuliyyət özümünəndir. Silahlı savaşmışam, əzəb eləmişəm. Millətimi soyqırıma məruz qoyublar. 30 minlərdən çox Azərbaycanını öldürüblər. Azərbaycanı və Türkiyə bütün çətinliklərə məruz qoyub, hər bir şey fikir deyəcək. Dili, mədəniyyəti, hər şey. Mən bunu demirəm. Amerikalılar da deyirlər. Özləri də Azərbaycana qoşun çəkib Azərbaycanı işğal ediblər. Böyük Azərbaycanı. O inqilabda millət bir türlü, deyək də açığın deyə, ac dəyirdilər. Səfalət bu formada deyirdi. Düzdür, Məhəmməd Rıza pul paylayırdı Somaliya, Almaniya, Fransaya, İngiltərəyə və Amerikaya pul paylayırdı. Neft birdən-birə. Amma cəmaət mənim gözümün qabağında Tehranda belə bankalara hücum var idi. Umran bankasına, məsələn Məhəmməd Rızanın bacısı o bədnam Əşrəfin bankasına cəmaət dolarlar, çeklər tökülürdü, kimsə bir dənə aparmırdı. Hamısını görürdüm gözümün qabağında. Amma indi İnsanlar, millətlər, hamı cana gəlib, səfalət var. Dünənləri, gecə, İsrailin gecə Ərdəbildə, Ərdəbil kimi bir şəhərdə, cəmaət doğrudan da çox ehtiyatlı bir məsələdə. Mağazaya hücum aparalar və mağazada bir-birinə deyirlər, kameralar var, deyir, bırak kameranı, 10 litrlik, 5 litrlik yağ çəkib aparalar, yağ götürələr, talan edələr. Və yaxud İran adlanan yerin güneyində o boyda demə, ambarları daraşıb, düyüləri çəkib aparalar. Düyü yoxdur bu günləri. Ona görə də və yaxud rejimin özü çıxıb deyişib 1 milyon tümən sizə demək ki, bir zada qoyacaq, yardım olacaq. 1 milyon tümən elə 7 dolar. Hamı ələ salır, sən nə deyirsən? Sütün fiyatı və elə onu deyəcəyin televizyonda sütün fiyatı 100 günə qalxdı. Almaq olmur, yoxdur. Yumurtanın, sütün, toyuğun. Səfalət var. Səfalət var. Bir də şuuraltı bu 45 il bir tərəfdən və 57 ildə o tərəfdən bu Fars dövlətçiliyidir, irticaçı, mühümmatçı bu günləri Fars dövlətçiliyinin, Fars dövlətinin vuran əli budur. Yəni Pəhləvi sülaləsinin demək ki, o tabutundan çıxan bunlardılar. Bunlar da nə demək ki, oradan gərək bir, nə bilim, yüz minlərcə alim çıxırdı, siyasətçi çıxırdı, olmadı, yoxdur. Məhəmməd Rıza son günlərdə əl atdı, bir dənə dövlət adamı tapa bilmədi. O Qalanqulan da getdi deyədir, nə deyirsən, sən bizi məhv eləyibsən, gəlibsən ki, və demək ki, o Qalanqulan da qaçdı, getdi Noxulla Şatoğa, oturdu Xumeyninin yanında. Ona görə də demək olar ki, İran adlanan yerdə o ziyalı dəstəsi, kitab oxuyan, vaxtıyla siyasətçi olan bu Pəhləvi sülaləsinin əli ilə nə deyirsən, iflic olmuşdu, məhv olmuşdu. Və durdular, qaçdılar Xumeyninin yanına. Baxmıyorlar ki, bilirdilər ki, nə ola bilər, sabahısı nə olacaq. Dedim, bəs siz ziyalılara nə gəldi? Aydın camiəsi nə oldu? Və bu günləri gördülər ki, aha, bəs nə olacaq? Qadınlar da. Elə bu Pəhləvi, bu Xumeyni gələndən bir həftədən sonra Tehran sokaqlarındaydılar. Azadlıq gördülər ki, nə olacaq? Ay çarşavı çıxardı belə filan eləyərik. Vardı o gündən. Onunla başqa etniklər də və Xumeyni də açıq deyirdi. Açıq deyirdi. Və lakin deyirdi, bunlar qırın tökün. Deyirdi. O sistem idi. Yəni, demək olar ki, vaxtıyla siz də bilirəm elə varıdınız. Bütün Azərbaycan Birliğinin iclasında Əbilfəz Elçi bəy aparırdı iclasında. Orada mən çıxış eləmişəm. Ay demək, Şiə, ay parası. Yəni, burada Farslar bu İran adlanan yerdə Fars dövlətçiliyi, şiəçiliyə çurğalanaraq götürmüşdülər Livandan belə, Suriyədən, Druzilərdən, Türkiyədən, hətta Ələvilərdən və Azərbaycandan bir dənə Azərbaycan da götürürdülər. Əfqanistandan bir dənə şiə ayparası yaradılar. Bu çoxdan 150-nin söhbətidir. Elə bu yolda da məşrutəni də, parlamanı da orada demək ki, zip-i İslami elədilər. Amma bu 45 sənə içində nə gətirdiniz, nə dəyişiklik gətiribsiz? Xumeyni gələndə dedi ki, o atabala, Rıza ilə o Məhəmməd Rıza oğlu.
Dedi bunlar şəhərləri bərbad edib, qəbristanlıqları, məzarlıqları abad elədilər. Allah evi yıkmasın, da məzarlıqlar yer yoxdur heç anda. Cemaatla da Tehranda demək üşxatlı insanları torpağa verirlər. Yer yoxdur. Və cemaatın çoxu evsizdirlər, gedirlər demək ki o məzarlıqlar ki qazılıb ki gələcək üçün saxlayıblar o məzarlıqlarda orada yatırlar. Orada yatırlar və yaxud Tehranda uca binaların damların icarəyə götürürlər. Açıq damların üstündə. Bütün şəhərlərdə belədir. Yəni niyə deyirəm bunu? Səfalət ilə, sosial həyatla, sosial çatışmamız hamısı əl-ələ verir və bir tərəfdən də deyərsən ki bir inqilab oldu, bir dənə Fransa inqilabı hələ uzağa getməyək, Rusiyada ya harda bir inqilab. Deyirsən yaxşı 20 il oldu. Yaxşı 20 ildən sonra bu demə biz səncəyəcəkmi? Yaxşı 45 ildir sən Dubinkə ilə, zindanla ki öldürürəm, böldürürəm. Bu günləri Xamenei çıxış elədi. Bax bu gün indi sizinlə mən danışıram 6 saat bundan öncə. Yine də deyir ki, ay bunlar filandılar, bay ixtişasıdılar, bunları vurun, tökünlə filan. Belə, ay Amerika gətirib. Amerika gətirməyə, Amerika leş düşəndən sonra gəlir, qoxusuna gəlir. Ay Netanyahu gətirib, onlar oturub, pusuda oturublar. Sabahları elə Amerika da gələr, Putin də gələr, Trump da gələr, hamı gələr. Amma bu günləri, bu millətlərdir, bu insanlardır, sokaklardadılar. Bu millətlər, insanlar, qadınlar, çocuklar, bunlardılar. Bütün külli İran adlanan yerde yani bu 1 milyon 600 bin kvadrat kilometrede külli bu milletlerdi. Adalet isteği, çörək isteği, iş isteği, azadlıq isteği. Bu insanın cövhərində bu azadlıq, cövhərindədir bu insanın. Bunun demək ki bütün həyatı belə olubdu bu insanın. Sən deyirsən Xumeyni deyirdi, yox. Biz demək ki beşikdən tabdacaq, biz sizlə işimiz var. Cəhənnəmə də gedib bağışda olun, cənnətə də biz sizi göndərəcəyik. Elə bu son günlərə də belədir. Millətlər dedi, ay kişi, sən bizi cənnətə yox et, cəhənnəm elədin evimizin için. İndi baxın bu neçə gündür evlərin içindən başlanıbdır. Və bir şey də var Sayın xanım, qorxu tökülübdür. Sən dəstə-dəstə güllələyirdin, edam edin elə hər gündə. Bax bu bir il içində 2000 nəfəri hələ öz dediğiniz Birləşmiş Millətlər Təşkilatında, İnsan Haqları Təşkilatında, beynəlxalq təşkilatlardır. 2000'dən çox adamı asıb edam edibsiz. 40 dənə qadını öldürübsüz, 40 dənə qadını və neçə nəfər az yaşlı uşaqları da öldürübsüz. Və hələ bu 13 günü deyirəm, 13 gün içində aya bu edam dayanıbmı? O Ejeyi sənin məhkəmə sisteminin başında duran Ejeyi, 3 dənə gücün başqasının biri deyir ki, adam vaxtıyla o Güneyli bir dənə vurmayan Əli Nəzəri vardı, jurnalistdir. İclasda durdu bu Ejey, onun başını qapdı. Adam qapan, adam öldürən. İndi Ali Məhkəmənin başında oturub. Hər gün çıxırdı, öldürəziyor, kəsəziyor, vuracıyor. Nə edəcəksən? Yəni duşuya bağladınız 2 il bundan qabaq. O ərəbləri orada, töhdüz o bənlər maşər deyərlər orada. O da qəmişlilərin içindədir. Geri oturdular mı? Yox. İndi nə olub? Hamısı gedib silah tapıb. Hər kəsə deyirsən ki, bəs silah deyib narahat olma vardı. İndi görürsən Məşəddə Xameneinin öz yuvası, öz yurdu. Ələmülhüda orada imam, 18-ci imam, İmam Rızanın adı Məşəd ayaqdadır. Polis mərkəzlərini yandırırlar. Bayrağı orada o böyük bayraqdır. Oxşarlığı da oxşamasın heç vaxt. Əjdər bəy, bu ordu, təhlükəsizlik gücləri keçirmi xalqın tərəfinə ya da tutalım mərkəzi hakimiyyətə itaətsizlik göstərirmi? Baxın özü də, Sayın xanım, baxın özü, ilama baxın. Yəni ilamda bu rayonlar, bu ustanlarda və bu dəfədə bunu deyim, cavabı verəcəm. Dualara cavab verəcəm. Məsələ budur ki, bu dəfə böyük şəhərlərdən öncə hələ böyük şəhərlər ehmalca hərəkət edirlər. Ay bazarlardan filandan, balaca yerlər, kətlər, qəsəbələr, özü də bu farslar yaşayan yerlər. O demək ki İlamda, ondan sonra demək ki o Körfəz tərəfində, hətta Körfəzdə o içər dənizin üstündə olan o kiçik yerlərdə, qəsəbələrdə, Şirmanda və Məşədin ətrafında və Tehranın ətrafında qəsəbələrdə hər yana hücuma keçirlər və polislər çoxusu da yavaş-yavaş geri oturur. Niyə? Şimdi bəsicilər, yəni bu demək ki cəmaatın içindən götürübsən, indi bunun pulun yoxdur, pulun verə bilmirsən, pulun yoxdur, ekonomi çöküb, pulu yoxdur. Ona özləri deyir, mən demirəm ki, özləri deyil, dövlət başçısı çıxıb deyil, pul yoxdur, yaxşı.
verə də bilmirsən və yorğunluq məsələsi var. Bir gün saxlayacaqsan bunları demək ki, silah altında, yuxusuzluq, ora zum, bura zum və yaxud qabaq demək ki, birbaşa Azərbaycana qarşı hücum əmri verirdin, indi tək Azərbaycan deyil, o başda Kirman başlayır, bu dəfə Ələhvazda başlayırlar, ondan sonra hamısı Xorramabad, daşınan polislərin hamısını vurub qoğalıyor, Xorramabad, Loristandır, Bəxtiyarlar, kendi savaşırlar. İlam, kendi savaşırlar. Yani rejimin özü demək ki, her yana fikri satırdı, orada sustururam, burada sustururam, neyle susturacaqsan? Ve bu günlerde görsən ki, ay Xamenei çıxdı dedi ki, bazar əhli bizim arxamızda denib, hə, o ağaçlar kürək oldu, vaxtıyla bazar dayanmışdı arxonda, keçdiyorlar. İndi bazar Tehran bazarı. O birinci günlerde Tehran bazarı çıxanda bu şok oldu. Ve bir de bir şey var, hanım, bu sonuncu inqilabda bir dəfə bir il İran adlanan yerdə inqilab olmamışdan öncə Təbriz ayaqlandı. Bütün orada demək ki, polis yerlərini, bankaları, hər yanı şahdan nə orada qoxu vardısa hamısını yandırdı Təbriz şəhəri. Sonralar dediler ki, ha orada bir polis, bir dənə seyyidə, bir dənə qapazır. Ne danışırsan, Təbriz bilirsən nə boyda şəhərdir. O zaman SMS də yox idi, telefon yox idi, mobil telefon yox idi. Deyil, elə deyildi. Təbrizdə şuuraltı vardı, Təbrizə qoşun çəkmişdin. Təbrizi yerinə yeksan eləmişdi. Elə biz millətlər unudub, baxın Almaniya indi. Almaniya baxır. Almanya bugün Ukrayna'nın yanında dayanır. Milyarlarla pul koyuyor. Mersi geldi oturdu pul da vereceği ordu da. Niye? Deyir ki Almanlar deyirlər ki ey Rus bolşevikləri ki Prezident İlham Əliyev də dedi işğalçıydınız. Azərbaycanı işğal elədiniz. Deyir ki siz nazistlərlə ki bu Almanların özü də o nazistlərə indi 100 yaşında olan nazisti məhkəməyə çəkir Almanlara. Deyir biz nazizmə qarşıydık. Bolşevik, əgər bu nazistlər gəldi, Rusiyada bir iş gördüsə, siz niyə gəldiniz Almaniyanı talan elədiniz, məhv elədiniz, zorladınız qadınları və şuuraltı qaldı və soğuk savaş və Almanı parçaladınız Almaniyanı. İndi bu günləri Almaniya durub dayanır, deyir ki, aman ey Avropa, ayıq olun, bunlar gəlir, bu Rusdur bunlar. Rusdur, bu təhlükəlidir, görün. Və İran adlanan yerdə də söylədicim Bəhmən inqilabından bir il qabaq Təbriz ayaqda idi. Şah çıxdı dedi ki, Tudeylər, komünistlər, o çürümüş Sovet komünistləri ölmüşdülər. Gələndə də İran adlanan yerə inqilabdan sonra hər kəs baxır dedi, bunlar hansı qəbristanlıqdan qaçmış əlifdir. Rusiyadan, Sovetdən. Şah dedi, Tudə partiyası idi. Tudə partiyası dedi, Savaç idi, oranın KGB'si. O Savaç idi. Ondan qaldırdı, yox, xaricdən gələnlərdir. Nə xaricdən gələndir? Quşu belə qoymazlar, sınırdan keçə. Və sonra, yəni bu Azərbaycanlılardır, bu Türk idi, gəlib qırmışdın, millət də pusquda yatmışdı. Vaxtı olanda deyir, nə oldu? Və birdən-birə millətlər qalxdı bir ildən sonra Xumeyni belə elədi. Aya möcüzə oldu ki, biz Vazircan gəldi dedi ki, biz yağış gözləyirdik, sel gəldi. Hamısı qaldı, nə oldu bu millətlərə? Ona görə ki, şaha nifrət edirdilər. Əjdər bəy, bax, mən elə onu soruşmaq istəyirəm. Şaha nifrət dalğasında onu devirən insanların faktiki olaraq bugün evlatları üzərindən 50 ilə yaxın bir vaxt keçib, bugün meydanda doğrudan bu şahın oğlunu gözləyirlər. Yəni, Amerikadan aparılan o propagandadan istəyirəm danışasınız. Düzdür, dünən o çağırışı ilə əslində bu gərginlik yüksəldi. Bu o deməkdir ki, həqiqətən onun fikrinə biriləri diqqət eləyib. İndi bugün də saat, Tehran vaxtı ilə saat 20-də, yəni həm 8-i üçün, həm də ayın 9-u üçün çağırış eləmişdi. Yəqin ki, bu gecə də İranda çox gərginlik olacaq. İnternet kəsilib informasiyaları almaq çətindir. Amma bir də gördünüz ki, Elon Musk bir ora xət göndərdi, internet xətti və hər kəs qoşuldu və İranda əslində baş verənlər haqqında dünya bilgi ala bildi. Gerçəkdənmi, necə oldu ki, yəni bu insanların yenidən Rıza Pəhləvi kimi bir kuklanın, siyasətdən başı çıxmayanın, belə anasının təsiri altında olan, belə hakimiyyət ehtirası olub, amma hakimiyyət üçün heç bir qabiliyyəti olmayan insanın təsirində bu prosesi aparması açığı sizə deyim ki, bir qədər qəribə görsənir. Yəni, siz zaten sadalanan səbəblər onu deməyə əsas verir ki, İran bir gün də buna belə yaşamamalıdır. Amma niyə şahın oğlu Amerikaya mı arxayında İran vətəndaşı? Arxayın olmaq istəyir. Hörmətli xanım, biz çox xoşbaxt bir nəsillərik. İndi mənim də yaşım çox, siz də maşallah gəncsiniz. Allah ömür versin. Ən az, bizim həyatımızın ən gözəl nailiyyəti bizim indi bir dövlət var. Azərbaycan adına bir dövlət.
Və bu dövlətin bərpasında, bu dövlətin yenidən bərpasında Güneyə hansı o Güneydə bir cüzvi belə alatələşə milli ədəbi intibah gedirdi. Amma birdən-birə Azərbaycanın güneyində bu türklük, bu sağır yetim kimi qalmışdı. Azərbaycanın güneyi bayraq dalğalandı. Güney quzeydə dövlət bərpa oldu. Millət də Təbriz, Təbriz. Bu günlərdə bəzi adamlar çıxır, atmaca atılar o hərəkata, o əziz millətə, o gözəl millətə 110 il bundan qabaq dövlət qurub, sonra da bərpa edibdi. Quzeydəki bu millət, bəziləri bəyənmirlər, millət, hərəkatı bəyənmirlər. Və Azərbaycanın güneyi bölgə götürdü, küllü Türkiyə, Anadolu, Türk dünyası, Azərbaycanın quzeyindən. Və güneydə də millət öz türklüyünü düşündü. Sən qorxma, yolu nə qədər geçsin, nə qədər məsafə kəssin, oradan da davam edərsən. Bu günləri birinci, sizin o cavabınızda, birinci, bu Məhəmməd Rizanın oğluna var, bu balaca oğlana. Dədə öncədən də 40 milyar dolar aparmışdı, hələ o birisi talamışdı, Məhəmməd Riza. Talamışdı, Bahamada, Amerikaya qoymadılar, bir dənə orada Ömər Torikos vardı, Panamada. Verdilər onun əlinə Bahamada, orada bir dənə adacıqda. Düzdür, orada da bir dənə Noriega vardı. Elə bu Amerikalılar getdilər, gecə ilə götürdülər o generalı. O da qılınc oynadırdı bu hakimin. Maduro kimin qılınc oynadırdı filan. O günlərdə mən dedim, bu Maduro qılınc oynadır. Bu Trump da görür, aparacaq ha. Götürdülər, onu yaparlar, 40 sənədə verdilər zindan orada. O zaman Ömər Torikos oradaydı. Məhəmməd Rizanı göndərdilər ora, ağladı, yalvardı, dedilər, xeyr. Dedi, hələ məni Amerikaya qoyun, 40 milyar dolar gətirmişəm özü. O kürəkəni də yanında açıq televizyon kasetlər qalır. Dedi, gətirmişəm Amerikaya qoymadılar. İndi Ay Məhəmməd Rizanın oğlu sənin dədəni, yəni atanın atasını, o Rıza Qulduri İngiltərə gətirdi, İran adlanan yerdə Türk dövlətçiliyini uğurladılar, götürdülər, onu şah elədilər, sonra nə qayırdılar? O da döndü, sonra nazist olmuşdu, Hitlerlə demək ki, dövülləşirdi, yapışdılar qulağından, doğrudan deyirəm. Qulağından yapışdılar, sürüyə dedi, məni qoyun Arjantiniyaya gedim, ya Hindistana deyilər, yox. Cənubi demək ki, Afriqada, Moris adasına ağlaya-ağlaya apardılar, onu İngiliz apardı. Sonra bu Məhəmməd Rizani, qədim eləncə Amerikada dedi ki, bu İran adlanan yer mənimdir, neft də var burada, İngiltərə bəsündür. Sonra neynədi? Bu birinci inqilab, bu inqilab oldu, sonuncu inqilabda Hayzeri Amerika yolladı, bunun qulağından tutdular, doğrudan da ağlaya-ağlaya Amerika apardı, söylədim, heç yana yer verməm. Bizim atalarda deyərlər, ata sözümüz var, deyərlər, atalar üçdən deyil. Sən bilmirsən burada nə olub? Sən elə bilirsən, bu millətlər unudublar, yaddan çıxardıblar, özəlliklə Azərbaycan. Əgər gələcəyin var, görəcəyin də var. Ay, Trump dəstəliyib, Trump bəni ağabət qoymadı yol, hə? Niyə düşmənləri ağabət sağırmır? Elə gəl sən ora gəl, orada danışarıq da, orada mənim o evimdə danışarıq, hə? Niyə? Ona görə ki, partiyalar yox, yalandır. Qəzetlər yox, bağlanıb millətlərin insanların arası, televizyonlar yox. Bir dənə açıbsınız, İsraillə, ondan Səudi Ərəbistan paranı verir, internationala, İran internationala. Gecə gündüz 24 saatı piləyirsiniz və panik yaradırsınız. Biz Azərbaycanlılar heç olmasa görmüşük. Bu sonuncu erməni və Rus işğalında panikləri gördü nə eləyənlər. Panikləri bilirik. Götürür sizə şah gətirir. Hara şahı? Kim şah istəyir? Da bir da televizyon deyir da, özülə gəlir da. Hara gəlir? Nəyə gəlir? Demokrasi gətirir. Nə demokrasi? İran adlanan yerdə inqilab oldu, ona görə ki, bunlar demokrasinin, məşrutənin, məclisin, hamısının axırına çıxmışdı bu dədəbala, o dədəbala. Ona görə bu da gəlir, bu adam bir bəbunun biri. Hara gətirirlər? Amerikalılar da baxırlar. Amerikalılar gəldi, demək ki, nədir, o xanımı gətirirlər, Oslo'da bir dənə də o Nobel prisi verdirdilər. Oğurladılar, gətirdilər, belə göynə. Və bu günləri Maçado nədir? Trump deyir ki, yox, o Maçado da orada səs gətirmir, bəyənmirlər. Deyək, qoyun gəlim də mən Venezuela'ya. Baba deyir, o Maduro da dedi, bə dediniz ki, mən dedim, seçki kesilibdi. Siz dediniz, yox, Maçado aparım. İndi Maçado'nu görə qoymur. Deyirlər, yox, onu bəyənmirlər, lazım deyil. Maçado da atılır, göyə düşür. Səni də, yəni Məhəmməd Rizanın bu oğlun da panik yaradıblar. Ay şah lazımdır. Şah, birinci. Biz Azərbaycanlılar, kimsə harada qısqanırsa qısqansın. Biz Azərbaycanlılar 100 il, 100 sənə bundan öncə bu bölgəyə, Azərbaycan deyirəm, amma Azərbaycan türklərini deyirəm. Məhəmməd Əmin bəy Rəsulzadə və silahdaşları cümhuriyyətçilik gətirmişdir. Cümhuriyyətçilik dünyanın çox yerində yoxdur, Avropada da.
və dünyəvi cumhuriyyətçilik, parlamentarizmi gətirmişik. Biz Azərbaycanla, bunu mən deyirəm, bunu Mustafa Kemal Atatürk də deyir, yazılır da. Ey Məhməd Əmin bəy, sən gətirdin, biz gətirmişik. İndi kimsələr də bəzi çıxıb sayaqlayırlar. Ay hənəm Qacardan birini tapmışıq, ay Məmmərcanoğlu şah gətirir. İran adlanan yerdə nə şah, nə filan, biri də tükür ortaya. Deyirlər Z, gəncilik. Gəncili də İran adlanan yerdə xanımlar filanlar, bunlar demək ki, hər şeyin üstünə əllərini basırlar, mənimsəməyə çalışırlar. Azərbaycanın güneyində zəncili, gəncilik axtarırsan, xanımları, bəyləri, o futbol meydanına bax, o 80 min, 100 min deyil, ki, futbolçular, yox, elə deyil. Orada o çıxır, deyir ki, canım qurban Azərbaycana, haray Türkəm mən, qulaqlar eşitmədi, gözlər görmədi, rejim amba onu görür. Necə ki, rejimin adamları da çıxıb deyirlər ki, bir dəfə də orada Tehran bayrağının qaldırında, indi Tehran bayrağını yaldırırlar, Azərbaycan bayrağı qaldırırlar. Canım qurban Azərbaycana, Türkiyə deyirlər, yol xaritəsini bəlirləndirirlər. İndi qalib deyəcək şah və bu günlərində sizə bayaq söylədiniz, deyəcəyəm, xeyr xanım, məsələ budur ki, hayküyə qapanmaq, ki, özü də İran adlanan yerdə, hələ əsas necə ki, Xumeyni zamanı, Xumeyni gəlməmişlər, Nəcəfdə oturmuşdu, şah pul verirdi Səddama, deyirdi ona imam haqqı ver, qoy qalsın orada. Səddam dedi, qoy bunu öldürüm də, dedi, öldürmə, bu özünə bir dənə Ayətullah oyunu çıxardı, qoy qalsın orada, parasını da verirdi. Və sonra nə oldu? Xumeyni dedi, möcüzə oldu, oturmuşduq məsciddə, Kuveytə də qoymurdular, lapdan Fransadan gəldilər, 4 nəfər, gəminlə demək ki, Fransaya götürdülər məni Parisə. Və İran adlanan yerdə millətlər də, bu Suriyədə də o cür olmuşdu, ərəb yazından sonra. Millətlər, mən onun içində iştirakçıydım da, yaşımda öyle. Millətlər istəyirdilər Pəhləvi sülaləsinə qarşı inqilab eləsinlər, demokrasi, azadlıq, ondan sonra haqlarını və millətlər də kimi vurmayıb Pəhləvi sülaləsi İran adlanan yerdə. Əjdər bəy, indi də bizim güneyli milli fəallar meydana ədalət, milli hökumət, azadlıq, ədalət, milli hökumət şüarı ilə çıxır, burası aydındır. Siz də, biz də İstiqlal fikrinin, bütöv Azərbaycan fikrinin əslində daşıyıcılarıyıq, amma bir sıra siyasətçilər, onların içərisində bəzən rəsmi şəxslər də olur falan. Bunlar yəni güney məsələsi haqqında danışarkən, onlar bildirirlər ki, İstiqlal ikinci mərhələdir. İndiki halda transformasiya olsa, bu federallaşmadan keçir. Bax, mən sizin bu məsələyə münasibətinizi öyrənmək istəyirəm. Seyircilərimiz də bu haqda sualları var idi. Bir buna münasibət bildirin, lütfən. Təşəkkür edirəm, xanım əfəndim. Azərbaycanın quzeyində demək ki, 6 ay çəkdi ki, Sovet dağılırdı, Sovet belə hər tərəfdən, Glasnost, Prostreyka filan. Azərbaycanda da biri də çıxdılar, deyilər ki, yox, gedək Rus Federasiyası ilə bir federal filan. Nə federalı? Sən demək ki, gəlibsən, cumhuriyyətimi vurubsan, işğal edibsən, genosid siyasəti yürüdübsən, represiya edibsən, filan, qurtarandır. Millət Azərbaycanda az zaman içində nə federala getdi, nə federasiya, nə filana. Hətta demək ki, onu sonradan da bir dənə demək ki, MDB yaradırdılar. Sonuncu iclaslarına da bu Azərbaycanın prezidentədir, gəlmirəm. Sankt-Peterburqa gəlmirəm, yığışdırıb boyunu, qutardı, o deyir, qutarıb. Azərbaycanın güneyində kiminlə gedəcək federala? Ərəb o federala gedirmi? Bəluç gedirmi? Başqa. Elə bilirsiniz, o bu Kürdlərin də ipinin üstünə odun yığmaq olar, elə deyil. Anacır, Azərbaycanlılar getdi də, bölgümüzü əyri qoyaq, düz danışaq. Pişəvəri axır, dedilər, yox, dayı ki, Tehranda otur, hələ qavamın özü yox. O yolladığı adamına dedi ki, Türkül özdə, gəlin müqavilə yazın filan. Aldılar əlindən, qaytardılar, get, gözdə silki aparacaq. Ondan neynədilər? Mallaların, talğanının və şəriət mədarının adı ilə gördülər Zəncanda Əzzə xanımdan tutmuş və xanımlarını zorladılar, onların ordusu. Adam yiyəndi Pəhləvi. Orduları ilə gəldilər Sərdabdan, Zəncandan başladılar, Miyanadan, axırda da gəldilər Təbrizdə. Hansı siz ki? Hansı filan? Məhəmməd Rıza Bəbəş Məhəmməd Rıza özü yazır. Özü yazır, kitabı var. Məhəmməd Rıza deyir, mən mindim uçağa, getdi uçaqdan Fərdus duran o generaldan sonra öldürdü. Onlardan yuxarıdan bombardıman elədik. Sonra da iş elə gətirdi ki, öz uçağı qalxdı, bir ölkə ona icazə vermirdi ki, öz ərazisinə yensin. Allah, göydə bir Allah var. Bu günü deyirəm, xeyr, mən baxıram, mən demək ki, 1982-ci ildən bu Bakıdayam. Sovet İttifaqında, zindanında, partiyalarında, hərəkatda filan iştirak eləmişəm, əcəb eləmişəm onda da.
Dövlətimə xeyr. Amma otururlar istəyirlər Azərbaycanda bu prezident demişəm, bu güclü dövlət, bu bayraq, bu dövlət var deyirlər. Güneyə də bir dənə rəçətə yazdılar. Əbilfəz Elçi bəy dedi, tanımırsınız, oturuz yerinizdə. Oturun yerinizdə. Ay orada gedin, daha gedin orada bir dənə federala. Nə federala gedirsən? Vətəndaş müharibəsinə gedir. İtiyəsini tanımayacaq. İllərdir bunu deyirik. Və Azərbaycanda da dünəndən də bazarı bağlayır. Amma sloqanlara baxın. Demir Cavid Şah, Şah yaşasın. 4-5 nəfəri örgədirlər. Qaç oradan sən də Yavaçcalı denən. Bu qadınlar hərəkatı məsələsi vardı. O calanın demək ki bir dənə o Jənjiyan Azadi. O da qadınlar haqlı hərəkat deyil, bunlar gəldilər, qolundular onun üstünə. İndi deyirlər ki, Kürtlər gətirdilər bunların məsələsini. Qələt edirlər. İndi də nə deyirlər? Hər yanda o zamanda 5-6 dənə o çocuğu örgədi Təbrizə atmışdılar. Azərbaycan oyaqdır, Kürdistana dayaqdır. Nə Kürdistana dayaqdır? Bu günləri Kürt teröristləri silahla, Amerikanın, PJAK-ın, PKK-nın, YPG-nin silahı ilə, o demək ki, adı nədir? Aynıl Ərəbdən. Kubanı adını qoydular sonra. Oradan demək ki, toğuq yumurtası kimi general çıxır. Bu da marş eləyiblər Azərbaycana, Batıya Azərbaycana doğru, Urumiyə doğru. Amma 5-6 ay bundan qabaq gördünüz, Urumiyədə Əliyalı millət bunların ağzına necə şapalaq vurdu. Rejimin ki mollasına da İmamcıva qaçdı, o Kürt-cığazlar da hamısı, düdəmanat. Amma iş biraz böyüyür Əjdər bəy. Kürdlərə çox ciddi dəstək var, silah yardım eləyirlər. Bizim orada soydaşlarımıza qarşı ciddi həmlələr ola bilər. Necə hazırlaşaq buna sizcə? Siz gəncliginizdən dedin də maşallah gəncsiz. Hərəkatda iştirak edirsiniz. Bu millət başqa bir şeydir. Mən görmüşəm də, yaşamışam bu ömrədə. Millət hərəkata keçəndə Azərbaycanda da, Azərbaycanın güneyində də bu ən azı 30 neçə ildir bu millət məşq eləyibdir. Və bu günlərdə, baxın xanım, bu günlərdə mən sizinlə danışıram, dünən də, daha İsrağa gündə rejim Azərbaycanda hələ bir şey deyilər yoxdur. Deyib gedir, tutur milli faalları, basır zindana. Adları bəlli, Yürüş Mehrəli bəlli. Bəli, yenə həbs elədilər Yürüş. O uğurlayıb sən Abbas bəy lisanını. Və evin zindanında adamlara 126 sən qələt edirsən, nə Azərbaycanın casusu, Azərbaycanın casususunuz siz. Təbrizdə demək ki, keçən həftə 96 il, sən gedirsən, dağılırsan, məhv olacaqsan. Yerinə yeysanla da Azərbaycandan qorxur. Amma məsələ budur xanım. Bu günləri tutalım ki, bu Azərbaycan Cumhuriyyəti dövləti ilə durduğu yerdə sahib bayrağımız dalğalanan dövlət yerində. Türkiyə Cumhuriyyəti dövləti yerində hər şey. Amma düşman yaxşı görür. Bu günləri 1945-ci il deyil. Bu günləri Türkiyə Cumhuriyyəti dövləti, Azərbaycan Cumhuriyyəti dövləti və qapalı qapılar arxasına gedən söhbət. Dayaqdır bu hərəkata, bu millətə. Türkiyə erasıdır. Türkiyə erasıdır. Amma bu günləri durub deməyəcək Tehrana məncə qoşun göndərib. Azərbaycanın, Türkiyənin İran adlanan yerdə casus tutulmayıbdır. Teröristi tutulmayıb. Bu Tehran rejiminin ki, hər iki ölkəmizdə, Cumhuriyyətimizdə filan. Amma millət olaraq qalır. Qorxusu da ondandır Azərbaycandan. Bu Trump bilmir ki, Azərbaycan nədir, Amerikalılar bilmir, çox qəşəng də bilirlər. Əjdər bəy, mən icazə verin, sizə bir sual verin. Baxın, 18-ci ildə Məmməd Əmin Rəsulzadə Azərbaycanı Xalq Cümhuriyyətini quranda bu gərginlikdə kimə müraciət elədi? Qardaşımıza müraciət elədi. Adı hələ Türkiyə deyildi, Osmanlı dövləti idi, amma mahiyyət etibarilə Türk dövləti idi. Və Osmanlı dərhal o çağırışa cavab verdi. Qafqaz İslam ordusu yaradıldı və Azərbaycana göndərildi. İndi bizim soydaşlarımızın həyatına təhlükə olsa, sizcə oradan bizə, Türkiyəyə açıq çağırışlar olsa Azərbaycan dövlətinə ki, təhlükəsizliyimizi təmin eləyin, Türkiyə dövlətinə ki, təhlükəsizliyimizi təmin eləyin. Siz necə fikirləşirsiniz? Azərbaycan və Türkiyə necə reaksiya verəcək? Nə ehtimal edirsiniz? Külli Azərbaycan quzeydə, Külli Azərbaycan Qazaxdan tutmuş, Sumqayıtdan tutmuş, Qubadan tutmuş, Bakıdan hamıya ayaqda olacaq. Və sizin yadınızdadır ki, hələ Sovet var idi. Azərbaycanın bir tərəfində zəlzələ oldu, o Gilanla bir tərəfdə. Külli Azərbaycan Sovetdən belə, Azərbaycandan belə ayaqda idi. Və hər gün, hamısında da iştirakçı olmuşuq, siz də olubsunuz. Hər gündə Azərbaycanda, güneydə bir hadisə baş veribdir. Külli Bakı, Külli Azərbaycan ayaqda olub hər məşə, quzeydə millətimiz. Necə ki 44 gündə ya da burada Milli Azadlıq Hərəkatında, Sərhəd Hərəkatında, necə ki güney ayaqda olub. İndi niyə uzağa gedirsiniz? Demək ki, uzağa getməyək.
Demək ki, Azərbaycanda o akademiyada oturan bəzilərinin əməlləri nədir? Biz də bilirik, prezident də bilir. Keçən aylar içində Prezident İlham Əliyev gedib orada deyir ki, hamısı da turşudur bir iddəsi. 50 milyon, Özbəkistanda 50 milyon, Ada Üniversitəsində 50 milyon, Füzulidə 50 milyon. Amma bir həftə bundan qabaqda yenə çıxdı dedi ki, 50 milyon Azərbaycanlının güclü dövləti var. Və arxasında da vardır və bəllidir də nədir, və bunun mahiyyəti də nədir. Ona görə də bunlar düşmanlar qəşəng bilir, hamısı da qəşəng bilir, qorxaqlar da bundandır. Bundan da qorxurlar. Amma sabahları bütün Anadolu, Türkiyə Cumhuriyyətində sabahları bu toz töküləndə bir an gələcəklər, nə qoşun gətirəcəklər, hardan gətirəcəklər, elə söhbətlər yoxdur. Özlərinin ancaq bir şey var. Bunlar bulub qaçacaqlar Azərbaycana, milləti demirəm, bunları deyirəm. Yer axtarırlar. Dünəndən bəri Fransa səfirliyi Tehranda, Fransa səfirliyi bəyanatla çıxış eləyib ki, hələ bunlardan 30 nəfər rəsmilərdən gəliblər, viza istəyirlər, vermir. Ona görə demək ki, o Abbas Əraqsi gedib o da Beyruta. Qarşılamadılar. Nəbi verir öz adamları. Parlamanın sədri bir dənə küçük bir dənə məmuru göndərdi. Öyle ki onu qarşıladı. Hizbullah qarşılıyor onu Beyrut. Ya kulislərdə də yazdılar ki bu adam arvadı uşağı götürüb qaçıb gəlib tez çıxdı bəyanatına. Yox mən bura uzadım. Yəni məsələ budur ki və Trump da dünən gecə o Haitinin zadını çağırmışdı orada görüşürdü. Dedi bu mallacığaz yer axtarır getməyə. Ondan sonra deyəsən adres də göstərir. Get yəni Moskvaya da. O adam qulaq asmadı Madura. Dedi ki Türkiyə get Moskvaya qutar da canını. Sözüm ondadır ki bu günləri xanım İran adlanan yerdə o qədər durum ağırdır ki və bu millətlər də bu insanlar da o sonuncu inqilabda hələ xam şəkildə idilər. Ay demək ki hücum eləmə ondan filan. Amma indi bu rejimin və özəlliklə sizə deyirəm mən sizə söyləyirəm. Azərbaycanın güneyi işğal altındadır, işğal edibsiz, ordu gətiribsiz, yerlə yeksan edibsiz və Azərbaycanı bir pis günə salıbsız, anti-türksüz, türk düşmanısınız. Ona görə də bu günləri bu millətimiz də Azərbaycanın güneyində. Baxın sloganlara baxın, elə bu gün baxın, baxın bu gün, dünənləri baxın. Görün Azərbaycanda bir dənə demək ki, özləri də şirt, özləri də göstərmirlər. Başqa yerlər göstərirlər, aynam çavişat edirlər, səsləri dəyişirlər, bu süni zəka ilə. Dəyişirlər, səsləri qoyurlar, elə deyil. Ona görə, çünki bir dənə əllərində, bir dənə onların əlindədir hər şey. Amma sabahları xanım, sabahları necə ki İran adlanan yerdə otorite sıncağın, Pəhləvi sülaləsinin at köynəklərini də çıxartdılar, o Tehran sokaklarında göstərirdilər. Sabahları dillər açıldı, rejimin otoritəsi, Fars dövlətinin otoritəsi ısındı. Onda insanlar, ölkələr, dövlətlər biləcək ki, burada nə olub və nə olacaq və nə olur. Ən azı, hələ deyək ki, ən azı. Vətəndaş müharibəsinə gedəcək, geçsinlər, zərər elə, amma Azərbaycana gələ bilməyəcəklər. Tehranda o 8 milyon, 7 milyondan ki Azərbaycanlı, bunun 30 il bundan qabaq, bunun kommunisti, İrancısı, dinçisi, öz ideologları analiz veriblər. Əgər İran adlanan yer qarışsa, birinci Tehran dağılacaq, Tehran qarışacaq. Burada da 8 milyon, 7 milyon Türk var. Bu Türk o dünənki 30 il bundan qabaqki Türk deyil. Bu indi Qarabağ Fatihidir. Qarabağı da bilib, ermənini püskürdüb, Rusu püskürdüb. Türkiyə Cumhuriyyəti 30 il bundan qabaq ki, mən adım çəkmirəm, o Kürt Cumhurbaşqanı deyir, demirəm adlarım. Amma indi Türkiyə başqadır. 100 il bundan qabaq siz söylədiniz, düz söylədiniz. 100 il bundan qabaq gəldi, güneydə güneyi qutardı, qulağı kəsik yerdən Andranişli qoğaladı, güneyi qutardı, Ciloyu qoğaladı, Türk ordusu. Və Azərbaycana gəldi, Cumhuriyyət yarananda dayandı, demək ki, omuz-omuza dayandı. 100 ildən sonra gəldi Qarabağda, generallarım gəldi, Bakıda bəzi adamlar çıxırdılar, başqa məzməzə ilə edən rusofillər. Generallarım gəldi, oturdu, dayandılar, oturdular, axır günəcə, o 44 gündə. Və sonra da axır da Rusun gözünün qabağında Türkiyə, Azərbaycan bayrağı yanaşı dalğalandı Şuşada da. Və bu gündə bilirlər ki, bu Azərbaycan bu günləri biləri Türkiyə əlində, bir əli demək ki, haralara gedib satır da bilirlər. Amma Əjdər bəy, baxın, Türkiyə ordusu o zaman gələ bildi ki, burada dövlət quruldu, elan edildi. Burada bir təşkilatlanma oldu, burada xalq ayağa durdu, yəni ən minimum imkanları ilə dirəniş göstərməyə başladı. Mən o mənada deyirəm ki, Güney bugün təşkilat olaraq, bütöv olaraq, yalnız Güney Azərbaycanın məsuliyyətinin üzərinə götürmək istəyir. Yoxsa İranın 1000 illərlə olduğu kimi Türk dövləti mahiyyətinə qayıtmasını istəyir. Bax, burada da bizim seyircilərimiz soruşur ki, Əjdər bəy, İranı
Türk dünyasının Turanın içərisində necə görür? Bütöv Azərbaycan olaraq İranın bir hissəsi, yalnız türklərin yaşadığı hissə, yoxsa bütöv İran? Nə fikirləşirsiniz bu ilə bağlı? Sayın Aygün xanım, biz hər zaman demişik, bizim yolumuz bəlli. Çıxıb deyirlər ki, yol xaritəsi hardadır bu Güneylilərin? Ay demək ki, o Kürtçıqaz da İmralı adasından deyir, mən durdum Türkiyə Cumhuriyyəti dövlətinə deyir, mən yol xaritəsi yazdım. Sən qələt eləyibsən, cinayətkar. 30 minlərdən çox Azərbaycan Türkün Mehmetçiyini, cocuğunu, müəllimini öldürübsən. Sən cinayətkarsan, yol xaritəsi çəkilmiş. Biz Türk olaraq yol xaritəmiz bəllidir. 110 il bundan qabaqda cumhuriyyətçilik, parlamentarizm, demokrasi, qadın haqları, dünyəviçilik Azərbaycanda. Bu yol xaritəsi aydındır bizim. Və bu gün də bəllidir. Azərbaycan Cumhuriyyəti yol xaritə bəlli. Dövlət var, çərçivə də var, hər şey var. Azərbaycanın güneyinə gəldikcə, biri də bu Azərbaycanın güneyində bu milləti tanımır. Amma bu millət bilir ki, Azərbaycan yox, hələ Türkiyədə. Mustafa Kemal Atatürk gəldi, dedi ki, ömür yad eləmədi. O Hatay da hesabına yetişəcəkdi hamısını. Musolun da hesabına yetişəcəkdi. Amma ömür qoymadı. Amma Atatürk gəldi, dedi ki, yaxşı, bunları bıraq qovalayaq. Bu Türkiyənin əsas yerin, bu gün də bağırları çat deyir. Əsas yeri götürək. Bu günləri İran adlanan yerdə ərəb var, döyüşürlər, silahlı döyüşürlər, əllərində sağlıq. Bəluç silahlı döyüşür, vardı. Və o günləri, indi deyəndə də biraz sizin ürəyinizə deyər, o bu quş qondurmaz, bu məhsul. Çıxdı televizyonda keçən həftə, dedi bu İran adlanan yer 6 yerə parçalanacaq. Yalan deyirəm, mən demək ki, elə bu yaşımda bugün gedim qəbristanlığa. Doğru deyirəm, gedim baxın. Keçən həftə dövlətdə çıxışı. Dedi 6 yerə, amma bu 6 yer deyil, 10 yerə. Bəxtiyarlar da çıxıb indi deyir ki, filan istəyirəm. Qaşqaylar da deyir istəyirəm. Lorlar da deyir istəyirəm. Nədir, mazilər də deyir istəyirəm. Amma bu 6 dənə dedi. Yaxşı, həmişə də deyiblər. Hər gündə deyirlər. O Amerika ilə də danışqanda deyirlər ki, bu Azərbaycanın təhsə dəbərtmöyün, filan ilə Azərbaycanın təhsə dəbərtmöyün. Amma Kürdün, Kürtçıqazın, Kürt teröristinin, PKK-sının, PJK-nın zəncirini açıbsan, ötürübsən mənə tərəf, Azərbaycanın başına vurursan, məsələ budur. Xanım, məsələ budur ki, Azərbaycanda bu günləri, Azərbaycanlılar, bunu deyim, elə qoy mənim adıma qutarsın, Xiyabanı da, Səttarxan da, Pirşəvəri də, millətimizin bütün çabaları, belə demək ki, millətimizi qırdılar, töhdülər, amma bir dənə səhv ediblər. O da nə idi? İran dedilər. İran dedilər. Nə İran? Nə filan Xiyabanı da çəkildi dalı İran dedi. Pirşəvəri də çəkildi dalı İran dedi. Amma bu mənada deyil o hərəkat. O millətimizi qırdılar, düşmanı unudaq. Xeyr. Məsələ bu idi. Və ya siz söylədiniz, cəmaat çıxıb deyirlər ki, azadlıq, ədalət, milli hökumət. Nə milli hökumət? Bunların sözünün dalına söz var, sürmüş komünistlər, İrançılar gəliblər ağızlarına bir söz atan milli hükümət, bir dövlətin içində hükümətlər olar. Almaniyada, Amerikada iştatlar ola bilər. Hükümət başqadır və kimsənin ağzına atılan dövlətdir əsas. Əsas Azərbaycanda da dövlətdir bugün, dövlətin varlığı başqa bir şeydir. Ona görə biri də o sizlər ki, söz düzdür. Çıxırlar ortaya, elə bir federalçılıq olar, gedəri Tehranda seçkilər olar. Ondan sonra orada demək ki, bizdə hükümətimizi, milli hükümət. Bunu Amerikalılar da deyirdi də. İndi mən çıxıb deyəndə Sayın Aygün xanım deyər ki, açan. Konqresin özündə dəfələrlə getmişəm, Amerikalılar deyib, baş əyin ki, 3 il, gəlsin orada 3 il, Farslar qayıtdılar, bu pəhləvi sülaləsidir. Bunlar adam yiyəndirlər bu Fars şavinistləri. Ruslar demokrat oldu mu? 150 min Çeçeni öldürdü. Azərbaycana qarşı hər zaman puskudadılar. O da bu günləri Putinin bugünkü baxın, uçağımı vurubsan, insanlarımı öldürübsən. Hətta demək ki, Cumhurbaşqanına qarşı mündünə oyundan çıxıbsan, indi durubsan, böyün çıxıb deyirsən ki, dayandırdım mən uzadı. Yəni yolumuz Azərbaycanın istiqlalıdır deyirsiniz. Yəni Güney Azərbaycan, yaxşı, hansı sərhədlər daxilində Əjdər bəy? Hansı sərhədlər daxilində? Bizim bir əsas fikirdir, şuurlardır əsas. Bu gün Azərbaycanda da, Azərbaycanın güneyində bu orta nəsil, bu gəncilik 30 ildir döyüşübdir, hərəkat var, liderləri var. Elə yox, Əjdər Tağızadə lingin basa-basa gedəcək deyil, mən liderəm, mən olmam. Bu nə sözdür? Haradır? Bizdə pluralizm var, çoxunçuluq var. İllərdir bunun üstə işlənibdir, Azərbaycanın güneyində də, quzeyində də. Biz parçalanmış millətik. Parçalanmış məmləkətik. Biz zada da bənzəməz. Aynəm harda filan kəslər biri də yaddan çıxıb, elə deyil. Bizim iddiamız var.
Bütün Azərbaycandır. Hamı bunu bilir. Amerikası da bilir, hamı da bilir. Bunlar da Amerikanın generalları dedi ki, siz elə tezliklə İran adlanan yerdə rejim dağıldığında orada Azərbaycanın güneyin bağımsızlığı elan edəcək. Bəli, hamısını biz denəmişik. Federalismi, kod muhtarçılığı, onun əncüməni, iyaləti, vilayətin hamısını da biz gətirmişik, denəmişik. Heçə çıxır, yox olub, qutarıb. İndi isə təhcə yol istiqlaldır, bağımsızlıqdır. Ona görə çıxır bu günləri Azərbaycan dövlət başçısı cənab Prezident İlham Əliyev dayanı oturdu, Azərbaycan güclü dövlətdir. Deyir, dövlətdir deyir, dövlət. O andan deyir ki, keçən il deyirdi, biz əlan bir yerə yetişmişik ki, bu Rusla eyni məsafədə otura bilərik, yəni oturup qarşı-qarşıya sözümüz danışaq. Yadınızdadır, Putin oturur Rus stolunun başında və Paşinyan burada oturur filanca, bu tarihdə o dövlət, bu dövlətdir. Azərbaycanın güneyində də bu millətin ağlı başındadır. Bu millət bilir, haray-haray Türkəm deyir, Türk deyərək. Türkiyədə millət Türk deyə bilir nə deyilir. Azərbaycanın quzeyində bilirlər nə deyilir. Bu iddia oturub başında Azərbaycanın güneyinin bağımsızlığı. Demək, biz bunu siz də bilirsiniz. 40 sənəyə yaxındır. Deyirik hər zaman. O yüzden mən demirəm. Bu Rəsulzadədən, bu demək, bu Türkün tarixindən gəlir. Bizim Cumhuriyyətimizin, dövlətçiliyimizin tarixidir. Bizim Güney Azərbaycan Türk Cumhuriyyəti, dünyəvi, laik, sekular, parlamentaristi və cumhuriyyətçi, qadın haqları, hər şey yerində. Azərbaycanın güneyində. Baxın o qızlara, üzüm bəzəyib, çadırlarını çəkib belə atıb ora, dayanıb deyir, haray-haray mən Türkəm, güneydə. Və hamı bilir. Və çıxdı, Fırat Qalxan adında o savaşında Türkiyəni hami hər tərəfdən qomaramışdılar. Birdən-birə gördü Türkiyə dövləti ki, Azərbaycanın güneyində 80 bin parlament orada meydanda çıxırır, canım qurban Türk ordusuna, canım qurban Türk bayrağına. Keçdi o zaman ki, Türkiyəni təhliyə eldilər. Elə diyor, ya Azərbaycanın, bu Türkiyə erasıdır, bu başlanıbdır, bu Türk dövlətləri və Azərbaycan da bu günləri dövlət olaraq layıqlı yerində oturub. Türk dövlətləri bizim qohumumuzdur, əqrabamızdır, biz buralıyıq. Prezident İlham Əliyev. Və bu günləri də bunların gözünə tikan kimi batır. Ona görə də Azərbaycanın güneyində bu toxtaqlıq var. Və millət də Azərbaycanın güneyində bu rejimin və onun yandaşlarının, bu farsın, Azərbaycandan çıxın. İşğalsız çıxacaqsınız. Ordu ilə gəlibsiniz. Dövlət o hakimiyyət vardı, onu da yıxıbsınız. Ondan buradan çıxmalısınız. Millət bunu bilir, güc millətdədir. Bizim ulularımız da, bizim öndə gedənlərimiz də hər zaman deyiblər. Əsas millətdir. İndi demək ki, hər tərəfli bağlayıblar ağacı, açıblar daşı. Televizyon yox, radio yox, qəzet yox, dövlət adamı qoymayıblar, hamısını da basıblar zindana. Bəs lideri sardadır. Lider istəyirsən, basırda Abbas bəy lisanını aparıb gizlədibsən qum yolunda o zindanda, qabırğalarını da sındırıbsan, qolunu da sındırıbsan. Açıbıraq da, Yürüş bəy də oradadır. Dünən gəlib tutubsan, nə eləmişdi? Və orada yüzlərcə mənim adamı zindanda, yüzlərcə evdə ustağı eləyibsən. Təbrizdə illərdir kamından saati elan eləyibsən sən. Bu millətdən qorxursan. Ona görə də bu günləri hər kəs gəlirsə Azərbaycan çıxardı be Netanyahu, sən gedibsən orada özünü qorumaq üçün kimsəni, biz də tavır qoymuşuq dövlət olaraq, Azərbaycanlı olaraq. Savaşırsan kimsənin özün biləsən. Biz də deyəndə hamı dedik, bunlar İsrail falan. Xeyr, dövlət oradadır, bizlər normal qaydada alışverişimiz, əlaqələrimiz. Axır dünənləri o sıralar gündə Azərbaycan prezidenti çıxdı ki, şmat. Ora əskər yollamayacaq. Həftələrdir mən də deyirdim tribunlardan. Deydim, siz Azərbaycanı alladıb gətirəsiniz orada, bizim əskərimizi orada öldürtürəsiniz. Sonra desək gördün nə filan, niyə? Əjdər bəy, indi də İsrail axı Kürdistan deyir İranda, bizim torpaqlarımıza, Urmu çevrəsindəki torpaqlarımızdakı Kürd separatçılarına dəstək verir. Bəs bunu neyniyək? Efendim, Sayın xanım, ondan bətər. Sən ki, mən keçən həftələrdə demişəm bu televizyonlardan. Var olsun bizim gənciliyimiz Azərbaycanın quzeyində siz başda olmaqla. Nə qədər də bağlasalar biz danışırıq da, yayırıq da, hamı da. Amma sən adı Netanyahu çıxıb deyir ki, orada bunlar Kurosun, Sirosun, Nəmşimin evladlarıdırlar, Farsdılar. Ondan sonra nə mənə Xaməni şey, sən nə danışırsan? Mən də çıxıb demişəm, gələ sən nə danışırsan? Başını duvara vurursan sən. Burada Fars yaşamır. Burada biz Türküz, biz Həvaqşoturun nəmhansız adın cozuqları deyirik. Biz Türk millətiyiz. Ay demək ki, oradan çıxırlar bir Amerikalılar, bir Trump, bir bayraq, bir millət, bir dövlət, elə söhbət yoxdur. Nə bir Fars milləti, Fars bayrağı, o da yandırırlar. Elə Fars bayrağı da yəni mövhumatçılıq, biz İslama qarşı deyirik. Əjdər bəy, yeri gəlmişkən, bax o etirazçıların simgəsi nədir? O etirazçılar kimin? Hansı bayraqla
Tehrandakı məsələ etirazçıların dünən bayraqları nə idi? Cərcənə qalıblar. Hələ də demək ki, ay bunlar demək ki, hələ qorxu var, qorxu sınmayıb ki hələ. Qorxu döşülüb insanların canında, amma hələ əlindədir onun. Ona görə bunlar çıxırlar, hələ o bayraq çıxartma, Tehran rejimi də ki, gətirib ki, əslinə baxanda, elə o İran adlanan yerdə, o Farslardakı vaxtında o bayrağı düzəldiblər, Qacardan simgələri götürüblər vaxtında. Amma Qacarı o qədər gözüm çıxdıya salıblar. Öz mırdarlıqlarını Qacara demək ki, yamaq istəyir. Qacar, təcə demək ki, demək ki, Nasirəddin Şah deyir, Qacar o Müzəffərəddin Şah, o məşrutəni imzalayan deyə, Qacar o Ağa Məhəmməd xan Qacarı deyə, Ağa Məhəmməd xan püskürtdü, burusu getdi. Qacar, Qacar. Belə göstərirlər ki, demək ki, hansı cinayətkar, hansı lotunu, heyvərəni tutdular, gətirdilər. Bu İngilislər. Bax, İngilislər. Cəzasını görürsünüz, indi Londrada mələyirsiniz. Niyə? Ətrafınızda da o yandan demək ki, bu müstəmərələrdən gətirilən adamlar, amma indi mələyirsiniz, deyirsiniz, Londrada bizim rahatlığımız yoxdur, amandır filandır, özünüz eləyibsiniz. Və yaxud demək ki, başqa ölkələrdə də özləriz elədiniz. İndi qalıb ölüləri əlinizdə. İndi başlayıbsınız, 100 il bundan qabaq hansı yanlışlığa yol veribsinizsə, yenidən təkrar edirsiniz, şah gətirirsiniz, nəmşibi gətiririk, İran adlanan yerdə hansı İnqilab Qvardiyasından danışıqlar gedir pərdələr, qapılar arxasında. İnqilab Qvardiyasından birini götürək, İran adlanan yerdə Fars dövlətçiliyini saxlayaq, elə deyil. Bu Fars dövlətçiliyini kimsə istəmir, Bəluç da istəmir, Ərəb də istəmir, bunun demək ki, başqa millətlər də istəmir, başqa türklər istəmir. Əjdər bəy, demək mən sizi düzmü anladım? Siz deyirsiniz ki, ötən əsrdəki bizim 3 inqilabımızda bizim hədəfimiz İranın genəlinə hakim olmaq olduğu üçün sonda uduzduq. Bir müddət yaşadı, inqilab etdik, əziyyət çəkdik, qan tökdük, can verdik, mübarizə apardıq, amma nəticəsiz oldu. Və bu nəticəsizliklərdən çıxış eləyib, iddia edirsiniz ki, bizim ən doğru yolumuz istiqlaldır. Düz başa düşdüm? İstiqlaldan sonra başqa yol yoxdur. Adım demək ki, Məmmədəli Mirzanın, Qacarın yanlışlığı onda idi, Təbrizə qoşun göndərdi. Təbrizə qoşun göndərdi. Orada elə onun adamı Şücanizam durdu, dedi, Türklər Allah evzi yıxmasın, özü cinayətkar, hər nə. Amma deydi, götürürlər, dövləti alır, verirlər Farsa, ay Azərbaycanlılar, ay oğlum, dövlət gedir. Dövlət getdi, hər şey gedər. Və gəldilər, nə oldu? Mindilər bu dövlətçilikin üstünə, o məclisi də dağıtdılar, o deməli demokratlar, hər şey getdi. Oturtdular bu Farsı, keçirdilər bu millətlərin boğazına. İndi də deyir ki, bəli, bu indiki dünyada, bir de demək ki, o okyanların ortasında 10 min nəfəri, nə bilim, 100 min nəfəri adamlar durur İngiltərədən, Fransadan filandan özünü qutarır, özünü dövlət elan edir, gedir, oturur Birləşmiş Millətlər Təşkilatında, usulunu da qoyur, keyf ilə. Bu da bu Avropaya baxın, o Yugoslaviya dağılandan sonra, görün o dövlətlər, gəlin gedin büyün baxın olan gör durumuna, keyflərinə baxın. Qəşəng Avropadan da paraları alıb, buğlarını da bururlar, dövlətləri də inkişaf edir, özləri də keyfdə yaşayırlar. Niyə Azərbaycanda olmasın? Elə bu Farslar illərdir deyirdilər bizlərə qarşı. İstəyirik Yugoslaviya olar. Nə oldu Yugoslaviya? Döyüşdülər, bağımsızlıqlarını qazandılar, azad oldular, qutardılar. Nə oldu Sovetdə? Bədeydi Sovet qardaşlığı. Sovetdə mənim də millətin başında olmaqla, Ukrayna, demək ki, Baltikani ölkələr, Gürcistan, Qazaxıstan, Qırğızistan savaşdılar, Soveti püskürtdülər. Əlbəttə, hələ davamı da var. Əgər bu batılılar olmasaydılar, alıb bağırlarına basmasaydılar Putinləri və filanları, elə bu Rusda da bizim demək ki, qalan millətimiz bu günlərdə Rusun qorxusu yoxdur bu Ukraynada. Bunu Putin açıq deyil. Ukraynada geri otursaq, Rusiya dağılacaq. Rusiya dağılmağı yəni nə? İran adlanan yerin dağılmağı yəni nə? Türkün qurtarması. Rusiyada bizim böyük Türk millətinin qurtarması. Ona görə də bu günləri İran adlanan yerdə Azərbaycan vardı, sınırları bəllidir, hər şey bəllidir. Aynən Türkiyələr burada cızıqca, bu qorxu nədir? Türkiyədə də bunu deyirlər. Yox, əgər orada Azərbaycan bağımsız olsa, Türkiyə Cumhuriyyəti dövləti zarabat, şaka dövlət deyil. Bu soğuk savaş dönemində özünü necə qorudu, Türk bayrağını saxladı. Bu günlərdə bu dövlət güclüdür. Bu dövlətinə demək şaka yapmaq olmaz, özəlliklə indi də. İndi yapmaq olmaz. Aynən Türkiyələrlə dövlət eləyər, gələr dövlət yaratmağa çalışar Türkiyədə. O da F tipli cəzaevləri, o da demək ki, İmralıdan da başqa yerə soxarlar, qalar orada halı yerinə gələr. Helən söhbətlər yoxdur. Azərbaycanın güneyində də bu millət var. Dəmir yumruq necə ki Azərbaycanın quzeyində keçərlidir, bu günləri Paşinyan sıçana dönüb.
Dəmir yumruq, ordu, millət, mənim o əziz cocuqlarım, Əliyalın dırmaşdılar, demək ki, Şuşuya. Erməni o yandan gözləydi, az susuz, 7 gün nə su içmişdilər, nə çörək yemişdilər, mənimkilər, o əziz balalar, dırmaşdılar, sıyırdılar, hamısını qoydular yerlərinə. Bu dəmir yumruq güneydə də keçərlidir. Aynən demək ki, necə mənim əziz balalarım, o xanımlar durmuşdular o 44-cü savaşda. Cəbrayıl demək ki, o düzəyində deyirdilər, o da ermənilər təpənin dalısında, ey mənim əziz ordum, ey Azərbaycan, dua eləyirdilər, Allah Azərbaycan ordusuna zəfər ver və hansı yollarla demək ki, kömək eləyirdilər. Azərbaycanda demək ki, gətirdilər, düzdülər oraya, İran adlanan yerdə. Ay ordu gətirmişik, ay filan. Dırmaşdı mənim gəncilikim bozqurt qaldırdı o tankçıların üstündə. Su üzülə getdilər. Norduza aparırdılar, Rusun silahlarını Norduza. Güneyliler oradan hamısı gördülər, yox, Güneydə bərir. Bu gündə o cürdür, qorxuları budur. Neçə gündür mələyirdilər, 12 gündür mələyirdilər. Hardasan Təbriz, niyə gəlmirsən? Təbriz dedi, gələrəm. Azərbaycan, amma da o cür gəlməyəcəm. Bu başqa bir şeydir. Bu, Təbrizin, Azərbaycanın senaryosudur. Helənci gələndir. Oğlan ki getmədi Sankt-Peterburqa. Oğlan ki getmədi Türkmenistana bu dəfə. Oğlan ki çağırdılar, uçağın vuruşsunlar, oyun qurmuşdular. Getmədi Moskvaya. Dedi ki, day bu dəfə bu Azərbaycan dövləti var məsələsi. Bu senaryo Azərbaycanların, Türklərin senaryosu. Biz Türkiyə erasını gedir o tərəfə. Rus da bundan qorxur, bölgədə qorxurlar. Amerikalılar, Avropalılar istəyirlər ki, demək, ədalət görərlər. Bu 300 milyon Türkün də varlığını, dövlətlərini, hər şey, yeraltı, yer üstü nəyi var, qəbul etməlidirlər. Yoxsa mən atlanacağım, yuxarıdan keçəcəyəm, 40 milyon Türkü burada görməyəcəm, yox. O dövr da o dövrdür. Təşəkkür İnşallah. Əjdər bəy, sizə çox təşəkkür edirəm bu qiymətli çıxış üçün. Siz hər zaman Güneyin səsi oldunuz. Sizi vətəndə gözləyirik, sağ-salamat. İnşallah gələsiz bu studiyadan oturaq, milli məsələlərini müzakirə eləyək və ən qısa zamanda inşallah Güney öz ən böyük hədəfinə, yəni Güneyli, Güzeyli ən böyük hədəfinizə çatarıq. Minnətdaram sizə. Sənin o gözəl maşınavini bu Astarada o körpüdən keçib gedəcək sərəyinə. İnşallah. Olacaq. İnşallah başkan. İnşallah, inşallah. Təşəkkür edirəm. Hörmətli başkan, əziz seyircilər, Güney Azərbaycan Demokratik Türk Birliyinin başkanı Əjdər Tağzadə idi bizim axşam buraxılışımızda. Sizə təşəkkür edirik, əziz seyircilər və çox xahiş edirik bu proqramı paylaşın. Həqiqətən Əjdər bəy Güneyin səsidir, hər zaman da belə olur və istiqlal fikrini daşıyanlardandır. Gözəl də əsaslandırdı, mənə elə gəlir. Baxaq, regionumuzda dizayn necə gedəcək, arzu eləyək ki, o dizaynı biz özümüz eləyək. Heç kim bizim torpağımızda, bizim yurdumuzda, bizim millətimizin gələcəyi ilə bağlı hər hansı proje cızmaq lüksunda olmasın. Sağ olun, özünüzü də qoruyun Azərbaycanda, bütöv Azərbaycanı.